dim test toplusu fosfor bölməsi deməli səhifə 6-da 35-ci sual. Difosfor pentoksidin deməli su reaksiyasında daha çox hansı turşular alınır? PK5 0,1 mol verir. Məsələn, 1,8 qram su deyəndə neçə mol deməkdir? 0,1 mol. Bu 0,1 mol deyək. Bu neçə mol deməkdir? Bu 0,3 mol deyək. Bu da neçə? 0,2 mol deyək. Məsələn, PK5 su ilə 0 dərəcədə nə alınır? Metafosfat turşusu, H2O3. 1 mola 18 qram. 1 mol. 0,1 mola 1,8 qram. Elədir. Deməli, bu neçənci olur? Bu birinci olur. Bu neçə əsaslı turşudur? Bir əsaslı. İkinci. Difosfor pentoksid su ilə 20 dərəcədə nə alınır? H4, PK7. Yəni 2 mol su ilə də. 1 mola 36 qram. 0,1 mola nədir? 3,6 qram. Bu üçüncü olur da deməli. Düzdür. Üçüncüdür. Üçüncü neçə əsas turşudur? 4 əsaslı turşudur. Sonra PK5 su ilə 100 dərəcədə nə alınır? Orta fosfat turşusu. Bunu əmsallaşdırsa 1 mola 54 qram. 0,1 mola da 5,4 qram. Deməli, bu da ikinci olur. Bu da neçə əsaslı olur? 3 əsaslı olur. Yaxşı. Deməli, birincisi bir əsaslıdır. İkincisi 3 əsaslıdır. Üçüncüsü deməli, üçüncüsü deməli, ikincisi 3 əsaslıdır. Üçüncü isə 4 əsaslıdır. Cavab nədir? C variantı. 47-ci sual. Kalsiyum orta fosfat deyək ki, karbon, silisium O2 fosfor. Alınan fosfor. 2 fosfor alınır da hamısı yazılır. Belə deyək. 310 qram tərkibində nə qədər fosfor alınır bilər? 100% alınsa. 2 fosfor neçə qram alınır? 62 qram. Bu 100% çıxımda, düzdürmü? 62 qram fosfor kalsiyum orta fosfatın tərkibində neçə faizdir? 20%. Yəni 62 qram fosfor
310 qram kalsiyum orta fosfatın tərkibində 20%'dir. Düzdür. Yəni 100% çıxımda. Deməli, 20% fosfor alınırsa, çıxım nə qədər olur dedik? 100%. Amma burada nədir? Fosforun kütlə payı nə qədər? Tuzun kütləsi 16%'dirsə, 16%'dirsə əgər fosfor, onda çıxım nə qədər olur? Hə. Nə olur deməli? Bəli, 80%. 80% çıxım olur. Birinci sual. Məsələn, natrium hidroksid orta fosfat turşusu ilə birin-birə nisbətində daxil olarsa, nə alır? Natrium dihidroorta fosfat. Deyək ki, X maddəsidirsə, sonra natrium dihidroorta fosfat, natrium hidroksidlə nə alır? Natrium hidroorta fosfat. Bu Y-dir də birinci reaksiya. İkinci, natrium dihidroorta fosfat. Burada, məsələn, H2PO4 neçədir? -1'dir. Orta fosfat tuzlu reaksiyasına getməz. Bu getmir. Sonra ikinci, məsələn, natrium hidroksid, 2 mol natrium hidroksid 1 mol orta fosfat turşusu ilə nə alır? Natrium 2-HbO4, natrium hidroorta fosfat. Bu X maddəsidirsə, bu da HbO4 -2'dir. Bəs bunun natrium hidroksidlə burada natrium orta fosfat. Yəni bu Y maddəsi olur. Natrium 2-HbO4. HbO4 -2'dir. Hə? Orta fosfat turşusu ilə bəs burada natrium dihidroorta fosfat. Natrium H2PO4. Bu da Z maddəsi olur. Və üçüncü. Deyək ki, 3 mol natrium hidroksid 1 mol orta fosfat turşusu ilə nə alır? 2 natrium orta fosfat. Və bu da natrium hidroksidlə, birinci natrium hidroksidlə gedir mi reaksiya? Getməz. İkinci, çünki burada hidrojen yoxdur da, o H ilə birləşsin. Ona görə reaksiya getməz. Natrium orta fosfat, bəs orta fosfat turşusu ilə burada necə? Natrium hidroorta fosfat.
Bu da nedir? Z'dir. Tamam. Bu da Z'dir. Baxaq görə hansılar doğrudur. Birinci reaksiya getmirsə, hansında birinci reaksiya getmirsə? Axırıncında birinci reaksiya getmirsə. İlk natrium ortofosfatdırmı? Düzdür. Birinci və ikinci reaksiyalar gedirsə, hər iki reaksiya gedirsə, Z maddəsi hansıdır yəni? Z maddəsi natrium dihidroortofosfat. Onda 2 də doğrudur. İkinci reaksiya getmirsə, hansında ikinci reaksiya getmir? Birincində ikinci reaksiya getmirsə. Y maddəsinin adı nədir? Natrium hidroortofosfatdır. Düzdür. Deməli, hər üçü düzdür. B variantı. Yetmiş bir. 0,2 mol 2,3PO4 duz mənli artıq miqdarda. Görürsünüz. Burada nə deyir? Artıq miqdarda. Kalium OH. Onda 2,3PO4 artıq miqdarda kalium hidroksilə reaksiya daxil olarsa nə anlar burada? Kalium hidroksid artıq miqdarda olsun, yəni tam daxil olur da kalium. Burada nə anlar deməli? Kalium ortofosfat. Kalium ortofosfat və 2OH. Əmsallar da belədir. Deyir, məsələn, bu ilə bunu müqayisə edirik də, yəni. Demək, 0,2 molda kalium ortofosfat XPO4-dən nə qədər çoxdur deyir? 12,6 qram. 12,6 qram çoxdur. Bəs 1 molda nə qədər çoxdur? 63 qram çoxdur. Yəni, bu, belə deyək, yəni kalium ortofosfatın emeri çıxılsın 2,3PO4-ün emerindən bərabərdir 63-ə. Burada nə xəsər gedir? PO4-lər gedir. Onda nə qalır? 3 kalium çıxılsın 3,2 bərabərdir 63 deyirik. Yəni 3 vuraq 39. 3 vuraq 39 çıxılsın 3,2 bərabərdir 63. X bərabər neçə? 18. X-in molekülər kütləsi 18 olur. Cavab Y bəndə. Yetmiş üç. X NPO4 M duzunun 32,8 qram suda həll etdi. Yaxşı. Onda burada nə deyərik? PO4-ün hansı duzlar həll olur? Amonyum, bəli. Ortofosfatın natrium suda həll etdədir də, yəni kalium və amonyum ortofosfat həll olur. Yaxşı, onda belə çıxır ki, formula yazarıq uşaqlar. 2,3PO4 deyərik. Ya natriumdur, ya kaliumdur, ya da amonyumdur. Bu da dissosyasiya edirik. 3,2 üstəgəl PO4 32,8 qram suda həll etdikdə
4 tam 816, 10 üstü 23 iyon ayrılır. Ve deyir ki, M-erinə 4 mol iyon ayrılır. M-eri neçə olacaqdır? %164. İndi buradan da x'i tapırıq da. 3x 495 bərabərdir 164. X bərabərdir 23. Bu da natriumdur. A variantı. Doksan yeddinci sual. 78,4 gram orta fosfat turşusu almaq üçün həkimdə 80% kalsium orta fosfat. Kalsium orta fosfatdan orta fosfat turşusu. Belə deyək. Ne edəcəyik? 310 qramdan 2 mol orta fosfat turşusu, yəni 196 qram. Alınırsa 78,4 qrama neçə qram kalsium orta fosfat olar? 124. Kalsium orta fosfat da 80%'dir. Onda ümumi mineralın kütləsi nə qədərdir? 124 qram kalsium orta fosfat 80%'dirsə 100%'də mineralın kütləsi. O da neçə edirik? 155. Cavab 155. Gübrələrdən 49. Hər iki reaksiyanın çıxımı 50% olarsa. Məsələn, birinciəni yazırıq. Bir mola 2 mol amonyak kalır. 4'e 8 mol. Bu 100% deyir. Amma 50% çıxım deyirsə, bu neçə mol olur? 4 mol. İkinci, karbamidin alınması. İki mola 1 moldur. 4 mola 2 moldur. Bu nədir? 100%. Yenə 50% çıxım deyirsə, neçə moldur deməli? 1 mol. Cavab 1'dir.
5. Deməli, qraf veribdir. Burada 2 maddə eyni kütlə götürülübdür. Natrium şorasının sənədə alınma reaksiya yazın, əmsallaşın. Natrium şorası natrium nitratdır. Deməli, natrium karbonatı azot dioksid reaksiyasından alınır. Nə alınır burada? Natrium nitrat, natrium nitrit və karbon qazı. Tərnif budur. Və eyni kütlə götürüb də M plus nədir? 31 qram götürür. Hər ikisi M plus 31 qram. Natrium karbonatının əməyi neçədir? 106, hə? Azot dioksidin əməyi 46. 106 qrama 106 qram daxil olur. 92 qram bu. Elədir? 92 qram. Məsələn, natrium nitratın əməyi neçədir? Burada əməklər yazılır. Bu birinci tənlikdə yazdıq, əmsallaşdırır. İndi baxaq görək. M-i də soruşur da hər halda. Hə, M-i soruşur. Hə. Natrium nitratın əməyi neçədir? Natrium nitritin əməyi neçədir? Yazaq əməkləri. Natrium nitratın molyar kütləsi. Neçə? 80? 85. Bəs natrium nitritin əməyi neçədir? %69. Bir də karbon qazı alır. Karbon qazının da molyar kütləsi 44. İndi və yazırıq ki, bu 85 qram, 69 qram və 44 qram. İndi qrafikə fikir verirsinizmi? Deməli, biri tam parçalanır, biri biraz artıq qalır, bu heç. Biri M qram alır, o birilər də ondan çox alır. İndi M qram hansı ola bilər? Yəni, M ən azdır, hə? Karbon qazdır. Bəli. Karbon qazı alır. İndi burada müqayisə edək də. Tam sərf olan hansıdır? Natrium karbonatı da. 106 qrama 44 qram alınırsa, hə? Elədirmi? Orada nə qədər verirsiniz? M üstəgəl 31 qrama M qram alınır. Və buradan M-i tapırıq. M neçə olur? 22. Deməli, ikinci sualın cavabı 22-dir. Birinci sualın cavabı təni yazırıq, əmsallaşdırır. İkincində, yəni cavab 22-dir. Dokuz. Pirofosfat turşusu molekulunda olan polyar kovalent rabitələrin sayı. Pirofosfat turşusu yazırıq. Burada nə qədər polyar kovalent rabitə var? Qurşun çəkək. Demək ki, nə fosfor var? Neçə OH qrupu olacaq? 4 dənə hidrogen sayı. 4 əsaslı turşudur. Dörd dənə oksigen yazdıq. Neçə oksigen qaldı? 3 dənə. Necə yazarıq? Hər arasında bir dənə oksigen düşür. Hə?
Bir de nesne nədir? Ortaya yazar. Belə. Bu da quruluşu. Burada nə qədər polyer kovalent rabitə var? Nə qədər olar? Nə qədər? 14. Polyer kovalent rabitənin sayı H2POY. Turşucu molekulunda olan atomların sayını ki 14 dəfə, 2.8 dəfə çoxdur. Yəni 14 bölünsün 2.8. 5. Onda bu hansı turşudur? Metafosfat turşusu ki 5 olur. Yəni. Və bunun molekulunda pi rabitələrin sayı. Neçə pi rabitəsi var? 2 pi rabitəsi var. Ətraflı 13. 1 mol kalsiyum hidroksid 2 mol orta fosfat turşusu ilə. Bir mola 2 mol. Nə anlar? Deməli, əmsallar 1-2-dir. Nə anlar? Kalsiyum H2 CO4 2. X maddəsi budur. X maddəsini bildik. Və sonra deyir ki, kalsiyum orta fosfat turşusu ilə. Yəni kalsiyum nə alır? Dihidroortofosfat. Kalsiyum H2PO4 2. Əmsallaşdırırıq. Üç, yaxşı yox. Və 4. Birinci sual, X-in formulu yaxşı yox. Kalsiyum H2PO4 2. İkinci, anı. Ada 4'dür deməli. On yeddi. Bir məhlul verib deyir 500 mililitr. 0.5 litr. Kalium orta fosfat 0.2 molar. Bunun molu nə qədər olar? S vurulsun B. Hə? Neçə? 0.1 mol. Digəri. İkinci məhlul 200 mililitr 0.2 litr. Qatlığı da gümüş nitrat. 0.3 molar. Və molu 0,6 mol. Və yazırıq. Kalium orta fosfat, gümüş nitrat,
ne alır deməli? Gümüş orta fosfat kalium nitrat. Böyle. Ve maddələrdə bir mol kalium orta fosfat, 3 mol gümüş nitrat daxil olur. Alınan çöküntünün mol sayı. Yani 1 mol çöküntü alınır. Yani burada bir tam sərf olur. Tam sərf olan hansıdır? Gümüş nitrat. 0'dan %6. 0'dan %6 mola neçə mol sərf olunur? 0'dan %2 mol sərf olunur. Və çöküntü nə qədər alınır? 0'dan %2 mol çöküntü alınır. Birinci sual 0'dan %2 mol çöküntü. Və reaksiya sonra məhlulda olan duzların. Şimdi burada məhlulda gümüş orta fosfat qalmır. Məhlulda kalium nitratı. Burada 3 mol. Burada nə qədər olur? 0'dan %6 mol. Və reaksiyadan sonra tam %6 mol kalium nitrattır və deməli kalium orta fosfatı nə qədər artıq qalıbdır? Bəli, dedik ki, artıq qalır. Kalium orta fosfat Sıfırda birden çıxır 0'dan %2'ne. 0'dan %8 mol. Onda cəm nə qədər olur? 0'dan %12